bəstirində daha. Neyniyək? Qalxaq ayağa, valla qalxacaq ayağa. And Allah'a axir əvvəl sənin bu elədiyin məmurlarının elədiyi öz başdalıqlara görə qalxacaq bu millət ayağa. Yığışdır bu məmurları. Bir veteran olaraq bunu özümə çəkməyə borc bildim. İlham Əliyev 80-a yaxın qazi özünü öldürdü, yandırdı. Heç çıxıb bir dəfə bu özünü yandıranlar barədə yenə heç bir reaksiya vermədin sən. Sən bu qazilərdən, bu veteranlardan, sən bu məmurların, polis rəislərin nə istəyirlər axı? Nə istəyirsiniz bu qazilərdən? Ha, bu sizə görə, bu insanlar sizlərə görə gedib döyüşübləri, neylərsə itiribləri bu insanlar sizə görə. Bu insanları nə istəyirsiniz? Daha bir dənə yenə bir qazimizin şikayətidir. Tovuzda polis rəisi qaziyə işgəncə verir. Nə var ki, ondan şikayət etdiyinə görə. Gəlin videoya baxalım, qazimizi baxın, görün nə ediblər. Müharibədən gələndən çəkmədiyim işgəncələr qalmayıb. Bu günə kimi də davam edir. Mən müharibədə olan zaman heyvanların maşın vurmuş kənd yaşayış yerində. Gələndən sonra şikayət eləyənin əsasında şikayət elədim. Ondan sonra Tovuz rayon polis şöbəsindən mənim dəymiş maddi ziyan ödənildi. Ondan bugünkü günə kimi bu haqsızlıq davam edir. Olmazın işgəncələri yaparlar. Mən sallar ki, KPZ-yə işgəncələr davam edir. Nədir, mən bunlardan şikayət eləmişəm. Dəfələrlə bu davam elədi. Qapıma güllə tulladılar. Olmazın işgəncələri. Nədir, bunlardan şikayət eləmişəm. Videolar paylaşmışam. Girin onu silin, sildirin. Gənə bu haqsızlıqlar davam edir. Mənim heyvanım oğrandı. 2025 noyabrın 23-cü günü tutmuşam. Əlimdə yetərincə subutlar, faktlar olmayaraq, baxmayaraq sifarişli göndəriblər həmkəndçilimi və mənə oyun qurmaq üçün. Bugünkü günə kimi gənə davam edir. Aynı 23-cü günü nə vaxta qədər bu şikayət edən insanlara qarşı mövqeyiniz bu olacaq İlham Əliyev? Sənin yürütdüyün siyasətdir bu. Bəstirində daha. Neyniyək? Qalxaq ayağa, valla qalxacaq ayağa. And Allah'a axir əvvəl sənin bu elədiyin məmurlarının elədiyi öz başdalıqlara görə qalxacaq bu millət ayağa. Yığışdır bu məmurları. Bəsdir daha.